Susun, ayıbdır, paylaşmayın, qoyun polis həll eləsin. 65 yaşlı bu qadının başına gələnlər böyük problemdir. Amma əsas problem bu bədbəxt insanların yazdığı gördüyünüz bu rəylər və bunları deyən insanlardır. Bu kimi cahillərin aramızda bu qədər çox olmasıdır. Qadın üzünü gizlətmədən danışdı, çünki itirəcək heç nəyi qalmayıb. Bu insanlar nə deyər qorxusunu öldürüb ədalət istəyir. Bəzi əxlaq keşikçiləri isə bu məsələni işıqlandıranları, bu blogerləri prim yığmaqda, qadını biabr etməkdə günahlandırır. Bir həftə əvvəl video çıxıb, son 2 gündə isə bu blogerlərə görə bütün Azərbaycan bunu danışır. Televiziya kanallarının günlərlə edə bilmədiyini sosial media bir sadə edir. Yəqin ki, bu insanlar hələ bundan xəbərdar deyil. Bu gün bura xalqın birbaşa tribunasıdır. Biri elə mən 1 il öncə açmışam bu səhifəni. İndi isə hardasa 10 min izləyiciyə yaxınlaşıram. Mənim bu kimi mövzuları işıqlandırmağımın nəyi pisdir və yaxud da onların. Hər hansısa bir kanal bu qədər rahat, sərbəst danışa bilərmi bu kimi mövzuları? Yox, bu qədər dar düşüncəli olmaq lazım deyil.